Oğlaq Bürcü 13 may 2025 Oğlaq Bürcü üçün günlük proqnoz. Bugün oğlaqlar üçün introspektiv və diqqətli olmağın əhəmiyyət qazandığı bir gündür. Daxili səsinizi dinləmək və emosional tarazlığı qorumaq ön planda olacaq. İri qərarlar verməkdənsə hazırki durumu dəyərləndirmək və müşahidəçi olmaq daha faydalıdır. İş həyatında detallara diqqət göstərmək və mövcud layihələr üzərində dəqiqliklə işləmək tövsiyə olunur. Hiss etdiyiniz təzyiqə baxmayaraq, tələsmədən və səbrlə hərəkət etsəniz, uğurlu nəticələr əldə edə bilərsiniz. Ətrafınızdakı insanlarla əməkdaşlıq qurmaq müsbət nəticə verəcək. Şəxsi münasibətlərdə qarşılıqlı anlayış və empatiya önəmlidir. Hisslərinizi paylaşmaq və qarşı tərəfi dinləmək münasibətləri gücləndirə bilər. Əgər münasibətdə anlaşılmazlıqlar varsa, bugün onları sakit və açıq danışıqla aradan qaldırmaq üçün uyğun gündür. Pul məsələlərində ehtiyatlı olmaq və ani xərclərdən çəkinmək vacibdir. Planlaşdırılmamış alış-veriş və ya riskli sərmayələr gələcəkdə narahatlığa səbəb ola bilər. Pul sabitliyini qorumaq üçün xırda addımlarla irəliləyin. Sağlamlıq baxımından istirahət və zehni rahatlıq önə çıxır. Yuxu rejiminizə və emosional rifahınıza diqqət yetirmək sizi gün ərzində daha enerjili saxlaya bilər. Meditasiya və ya təbiətdə vaxt keçirmək stressi azaltmağa kömək edəcək. Bugün oğlaqlar üçün düşünmək, planlamaq və daxili tarazlığı bərpa etmək üçün əlverişlidir. Həyatınızı dərinliklə nəzərdən keçirmək gələcək üçün daha sağlam qərarlar verməyinizə zəmin yarada bilər. Dolça Bürcü 13 may 2025 Dolça Bürcü üçün günlük proqnoz. Bugün dolçalar üçün yaradıcılıq və sosial ünsiyyət ön planda olacaq. Fikirləriniz daha cəsarətli və orijinal ola bilər, buna görə də yeni ideyalar irəli sürmək və ətrafdakılarla bölüşmək üçün uyğun gündür. Sosial çevrənizdə diqqət çəkə və pozitiv təsir yarada bilərsiniz. İş həyatında fərqli yanaşmalar və innovativ həllər uğur gətirə bilər. Komanda ilə işləmək və qarşılıqlı dəstək nəticələri daha da yaxşılaşdıracaq. Gözlənilməz xəbərlər və ya ani dəyişikliklər olsa belə, çevik düşüncənizlə vəziyyəti lehinizə çevirə bilərsiniz. Şəxsi münasibətlərdə açıq və səmimi ünsiyyət vacibdir. Qarşı tərəflə hisslərinizi paylaşmaqdan çəkinməyin. Subay dolçalar üçün maraqlı tanışlıqlar gündəmə gələ bilər, münasibətdə olanlar isə qarşılıqlı anlaşmanı dərinləşdirə bilərlər. Pul məsələlərində planlı hərəkət etmək faydalı olacaq. Yeni gəlir imkanları çıxa bilər, amma hər təklifi dərindən dəyərləndirmək lazımdır. Gələcəklə bağlı xırda addımlarla irəliləmək uzun müddətli sabitlik gətirə bilər. Sağlamlıqla bağlı enerjiniz sabit olsa da, psixoloji gərginliklərə qarşı diqqətli olun. Özünüzə zaman ayırmaq, sevdiyiniz fəaliyyətlərlə məşğul olmaq ruh halınızı yaxşılaşdıracaq. Balanslı qidalanma və yüngül fiziki hərəkət sizə faydalı olacaq. Bugün dolçalar üçün yaradıcı ideyalar və sosial fəallıq ön plandadır. Daxili gücünüz və çevikliyiniz sizi uğura aparacaq. Balıq Bürcü 13 may 2025 Balıq Bürcü üçün günlük proqnoz. Bugün balıqlar üçün duyğusal həssaslıq və daxili aydınlıq ön plana çıxır. İntuisiyanız güclü olacaq və hadisələri dərinliklə hiss edə bilərsiniz. Gün ərzində özünüzlə baş-başa qalmaq və düşüncələrinizi nizamlamaq sizə yaxşı təsir edəcək. İş həyatında diqqətli olmaq və başqalarının təsirinə düşməmək vacibdir. Əgər qərar verməli olduğunuz bir mövzu varsa, tələsməyin və daxili səsinizə qulaq asın. Yaradıcı layihələrdə uğur qazana bilərsiniz, xüsusilə də sənət və ya yazı ilə məşğul olanlar üçün ilhamlı bir gündür. Şəxsi münasibətlərdə anlayış və empatiya önəmlidir. Əgər qarşı tərəflə fikir ayrılıqları yaşanırsa, sakit şəkildə danışmaq münasibətləri sabit saxlaya bilər. Subay balıqlar üçün isə emosional bağlar qurmaq və dərin tanışlıqlar mümkündür. Pul məsələlərində diqqətli və ölçülü davranmaq tövsiyə olunur. Xərclərə nəzarət etmək və gələcək planlar üçün yığım etmək daha məqsədə uyğundur. Ani qərarlardan qaçın, çünki bugün maliyyə baxımından risk almaq üçün uyğun deyil. Sağlamlıq baxımından istirahətə və zehni rahatlığa ehtiyacınız var, gərginlikdən uzaq durmaq və sakit mühitdə olmaq sizə müsbət təsir edəcək.
Meditasiya, musiqi və ya təbiətdə gəzinti enerjinizi bərpa edə bilər. Bugün balıqlar üçün daxili sükunət və emosional tarazlıq önəmlidir. Hisslərinizə güvənin və özünüzə qarşı şəfqətli olun. Qoç bürcü 13 may 2025 Qoç bürcü üçün günlük proqnoz. Bugün qoçlar üçün hərəkət və təşəbbüs ruhu yüksək olacaq. Enerjiniz artacaq və yeni işlərə başlamaq, planlarınızı həyata keçirmək üçün güclü motivasiya hiss edə bilərsiniz. Daxili inamınız və qətiyyətiniz sizi irəli aparacaq. İş həyatında sürətli qərarlar vermək məcburiyyətində qala bilərsiniz. Lakin bu qərarları vermədən öncə qısa da olsa düşünmək vacibdir. Liderlik bacarıqlarınız ön plana çıxacaq və komanda daxilində təşəbbüs göstərməyiniz diqqət çəkə bilər. Şəxsi münasibətlərdə emosiyalara qapılmadan danışmaq önəmlidir. Əgər münasibətinizdə gərginlik varsa, bugün açıq və dürüst ünsiyyət münasibətləri normallaşdıra bilər. Subay qoçlar üçün isə yeni tanışlıqlar və qısa, lakin maraqlı söhbətlər ola bilər. Pul məsələlərində ani xərclər və tələsik qərarlar risk yarada bilər. Büdcənizi qorumaq və planlı davranmaq daha məqsədə uyğundur. Gəlir gətirə biləcək imkanlar qarşılaşa bilər, lakin hər təklifi diqqətlə analiz etmək lazımdır. Sağlamlıqla bağlı enerji yüksək olsa da, özünüzü həddindən artıq yormamaq önəmlidir. Fiziki fəaliyyət sizə müsbət təsir edəcək, ancaq istirahətə də vaxt ayırmalısınız. Stressdən uzaq durmaq üçün fəaliyyətlərinizi balanslı şəkildə planlaşdırın. Bugün qoçlar üçün sürətli qərarlar, təşəbbüskarlıq və fəaliyyət ön plandadır. Ancaq hərəkət etməzdən əvvəl düşünmək və planlı davranmaq daha böyük uğurlar gətirə bilər. Boğa bürcü 13 may 2025 Boğa bürcü üçün günlük proqnoz. Bugün boğalar üçün sabitlik və rahatlıq axtarışı ön plandadır. Daxili tarazlıq və güvən hissi sizi daha sakit və düşüncəli qərarlar verməyə sövq edəcək. Ətrafınızdakı insanlarla harmoniyada olmaq və gündəlik işlərdə ardıcıl olmaq sizə rahatlıq verəcək. İş həyatında praktiklik və səbr sizə uğur gətirə bilər. Planlı və diqqətli yanaşma ilə davam etdiyiniz layihələrdə müsbət nəticələr əldə edə bilərsiniz. Tələskənlikdən uzaq durmaq və detallara fikir vermək əhəmiyyətlidir. Şəxsi münasibətlərdə sevgi və diqqətə ehtiyac duyacaqsınız. Sevdiyiniz insanla daha yaxın olmaq, birlikdə sakit zaman keçirmək üçün gözəl gündür. Subay boğalar üçün isə sabit və ciddi münasibətə aparan tanışlıqlar mümkündür. Pul məsələlərində sabitlik və təhlükəsizlik axtarışındasınız. Büdcənizi qorumaq və gələcəyə yönəlik yığım planları qurmaq üçün əlverişli gündür. Kiçik, lakin etibarlı gəlir mənbələri diqqətinizi çəkə bilər. Sağlamlıq baxımından isə bədəninizə qulaq asmaq və ehtiyac duyduğunuz istirahəti təmin etmək vacibdir. Aşırı fiziki və ya zehni yüklənmədən qaçın. Sağlam qidalanma və təmiz hava sizə yaxşı təsir edəcək. Bugün boğalar üçün sakit, planlı və sabit yanaşmalar önəmlidir. Özünüzü güvəndə hiss etdiyiniz sahələrə fokuslanmaq sizi daha balanslı və məhsuldar edə bilər. Əkizlər bürcü 13 may 2025 Əkizlər bürcü üçün günlük proqnoz. Bugün əkizlər üçün ünsiyyət, məlumat toplama və fikir paylaşımı ön planda olacaq. Zəkanız aktivdir, yeni biliklər öyrənmək və çevrənizlə fikir mübadiləsi aparmaq üçün əlverişli zamandır. Hərəkətli və dinamik bir gün sizi gözləyir. İş həyatında çevik düşüncə və uyğunlaşma qabiliyyətiniz uğur gətirəcək. Qarşınıza çıxan imkanları dəyərləndirməyə çalışın, lakin tələsik qərarlardan çəkinin. Yazılı və şifahi ünsiyyətdə diqqətli olmaq işgüzar əlaqələrinizi gücləndirə bilər. Şəxsi münasibətlərdə açıqlıq və səmimiyyət önəmlidir. Sevdiyiniz insanla maraqlı söhbətlər və birgə planlar münasibətləri canlandıra bilər. Subay əkizlər üçün isə bugün yeni tanışlıqlar və gözlənilməz emosional qarşılaşmalar mümkündür. Pul məsələlərində sürətli qərarlar əvəzinə analiz və planlama vacibdir. Xırda, amma faydalı gəlir imkanları ortaya çıxa bilər. Gələcək üçün maliyyə sabitliyini təmin edəcək addımlar atmaq tövsiyə olunur. Sağlamlıqla bağlı olaraq zehni yorğunluğa diqqət yetirin.
Günü daha balanslı keçirmək üçün qısa fasilələr, açıq hava və yüngül hərəkətlər faydalı olacaq. Düşüncələrinizi rahatlatmaq üçün özünüzə vaxt ayırın. Bugün əkizlər üçün çeviklik, ünsiyyət və yeni fikirlərə açıqlıq ön plandadır. Doğru istiqamət seçsəniz, günün sonunda özünüzü daha məhsuldar və rahat hiss edəcəksiniz. Xərçəng bürcü 13 may 2025 Xərçəng bürcü üçün günlük proqnoz. Bugün xərçənglər üçün hisslər və daxili dünyaya fokuslanmaq ön planda olacaq. Duyğusal zəkanız güclənəcək və intuisiya sizi düzgün istiqamətə yönəldəcək. Özünüzü daha çox içsel balans tapmağa yönəldə bilərsiniz. İş həyatında təmkinli və diqqətli yanaşma sizə uğur gətirəcək. Hər hansı bir yeni başlanğıc üçün bugün uyğun deyil, amma mövcud layihələrdə diqqətli və planlı olmaq yaxşı nəticələr verə bilər. Komanda içindəki əlaqələrə diqqət edin və hər kəsin fikrini dinləyin. Şəxsi münasibətlərdə yaxınlarınızla dərin və anlamlı söhbətlər etmək istəyəcəksiniz. Emosional bağları gücləndirmək üçün bugün ideal gündür. Sevdiyiniz insana qarşı daha həssas və diqqətli olmağınız münasibətləri inkişaf etdirə bilər. Subay xərçənglər üçün isə bugün yeni tanışlıqlar daha emosional və dərin ola bilər. Pul məsələlərində ehtiyatlı və müvafiq qərarlar vermək vacibdir. Gəlirinizi artırmaq üçün uzun müddətli planlar üzərində düşünmək daha faydalıdır. Xərcləri nəzarətdə saxlamaq və ehtiyatlı olmaq sizə maliyyə sabitliyi təmin edə bilər. Sağlamlıq baxımından stressdən uzaq durmaq və fiziki olaraq rahatlamaq əhəmiyyətlidir. Zehni və emosional dinclik üçün istirahətə və özünüzə zaman ayırmağa diqqət edin. Günün sonunda sakit bir fəaliyyət sizi yenidən canlandıracaq. Bugün xərçənglər üçün içsel dərinlik və emosional güc tapmaq həm şəxsi, həm də iş həyatınızda müsbət nəticələr əldə etməyə kömək edəcək. Şir bürcü 13 may 2025 Şir bürcü üçün günlük proqnoz. Bugün şirlər üçün liderlik və təşəbbüskarlıq ön planda olacaq. Özünə güvənən və dinamik bir gün keçirmək istəyəcəksiniz. Fikirlərinizi açıq şəkildə ifadə etmək və başqalarına ilham vermək üçün əla bir gündür. Yeni ideyalar və layihələrə başlamaq üçün motivasiyanız yüksək olacaq. İş həyatında öz gücünüzü nümayiş etdirmək və diqqət mərkəzində olmaq istəyəcəksiniz. Lakin təmkinli və strateji düşünmək də vacibdir. Sürətli qərarlar vermək sizi bəzən tələsik seçimlərə aparsa da, ümumilikdə uğur əldə edə bilərsiniz. Başqalarının fikirlərini nəzərə alaraq daha yaxşı nəticələr əldə etmək mümkündür. Şəxsi münasibətlərdə səmimi və açıq olmaq vacibdir. Sevdiklərinizlə birgə vaxt keçirmək və qarşılıqlı dəstək göstərmək münasibətləri daha da gücləndirə bilər. Subay şirlər üçün bugün yeni romantik tanışlıqlar və qarşılıqlı maraq yarada biləcək görüşlər ola bilər. Pul məsələlərində diqqətli və müvafiq qərarlar vermək əhəmiyyətlidir. Ani xərclərdən qaçınmaq və gələcəkdə sərmayə yatırmaq üçün daha uzun müddətli planlar qurmaq tövsiyə olunur. Gəlir artışı mümkündür, lakin riskli maliyyə qərarlarından çəkinin. Sağlamlıq baxımından enerjiniz yüksək olacaq. Lakin çox işləmək və ya həddindən artıq gərginləşməkdən çəkinin. Fiziki fəaliyyətlə məşğul olmaq və stressdən qaçınmaq gündəlik enerjinizi balanslaşdırmağa kömək edəcək. Bugün şirlər üçün liderlik, təşəbbüslər və yeni ideyaların irəliləməsi üçün əlverişli gündür. Öz gücünüzə inanın və anı dəyərləndirin. Qız bürcü 13 may 2025 Qız bürcü üçün günlük proqnoz. Bugün qızlar üçün detalçılıq və analitik düşüncə ön planda olacaq. Gün ərzində diqqət tələb edən məsələlərə fokuslanmaq və işləri ən incə detalları ilə həll etmək istəyəcəksiniz. Yüksək iş qabiliyyəti və mükəmməl nəticələr əldə etmək üçün əlverişli bir gündür. İş həyatında mükəmməl təşkilatçılıq və praktiklik müvəffəqiyyət gətirəcək. Mühüm qərarlar vermədən əvvəl hər tərəfli düşünmək və mümkün olan hər detayı nəzərə almaq vacib olacaq. Əgər layihələr üzərində çalışırsınızsa, bugün tamamlanma mərhələsinə yaxınlaşa bilərsiniz. Şəxsi münasibətlərdə səbr və anlayış önəmlidir.
Qarşı tərəflə fikir ayrılıqları yaşamaq ehtimalı var, lakin sakit və məntiqli yanaşma münasibətlərinizi qorumağa kömək edəcək. Subay qızlar üçün isə bugün yeni tanışlıqlar mümkündür, amma daha çox zehni uyğunluq və emosional dərinlik önə çıxacaq. Pul məsələlərində daha çox ehtiyatlı və planlı olmaq lazımdır. Gələcək üçün maliyyə sabitliyini təmin etmək adına xərcləri nəzarətdə saxlamaq və qənaət etməyə diqqət yetirmək vacibdir. Riskli sərmayələrdən qaçınmaq daha məqsədə uyğundur. Sağlamlıq baxımından gün ərzində özünüzü yormamağa çalışın. Yüngül idman və ya sadə gəzintilər sizin üçün faydalı ola bilər. Eyni zamanda emosional sağlamlığınıza diqqət yetirmək və stressi idarə etmək üçün meditasiya və rahatlama üsullarını sınamaq faydalı olacaq. Bugün qızlar üçün təmkinli, analitik və məqsədyönlü bir gündür. Detallara diqqət yetirin və özünüzü balanslı şəkildə qorumağa çalışın. Tərəzi bürcü 13 may 2025 Tərəzi bürcü üçün günlük proqnoz. Bugün tərəzilər üçün münasibətlər və harmoniya axtarışı ön planda olacaq. Gündəlik həyatda daha çox başqaları ilə əlaqələr qurmaq və balans yaratmaq istəyəcəksiniz. Ətrafınızdakı insanlarla münasibətlərinizi gücləndirmək üçün gözəl bir gündür. İş həyatında əməkdaşlıq və komanda işinə xüsusi diqqət yetirin. Müxtəlif fikirlərin birləşdirilməsi və həllərin birgə tapılması müsbət nəticələrə gətirib çıxara bilər. Bugün liderlik etmək yerinə başqalarına dəstək olmaq və ortaq məqsədlər üçün birləşmək daha faydalıdır. Şəxsi münasibətlərdə açıq ünsiyyət və qarşılıqlı anlaşma vacib olacaq. Sevdiyiniz insanla birlikdə keçirdiyiniz zaman sizi daha yaxınlaşdıracaq. Subay tərəzilər üçün bugün yeni tanışlıqlar və ehtimal olunan romantik əlaqələr mümkündür, amma əlaqələrinizi sağlam və balanslı saxlamağa çalışın. Pul məsələlərində daha çox sabitlik axtaracaqsınız. Xərclərinizə nəzarət etmək və maliyyə planlarınızı diqqətlə nəzərdən keçirmək faydalı olacaq. Yeni gəlir imkanları mümkündür, amma tələsik maliyyə qərarlarından çəkinməyə diqqət edin. Sağlamlıq baxımından özünüzə zaman ayırmaq və stressdən uzaq durmaq əhəmiyyətlidir. Günün sonunda sakit bir fəaliyyətlə rahatlamaq və enerjinizi bərpa etmək sizə fayda verəcək. Fiziki və emosional balansınızı qorumağa diqqət edin. Bugün tərəzilər üçün sosial əlaqələr və harmoniya önəmlidir. Ətrafınızdakı insanlarla uyğunlaşmaq və anlaşma yaratmaq sizi müsbət nəticələrə aparacaq. Əqrəb bürcü 13 may 2025 Əqrəb bürcü üçün günlük proqnoz. Bugün əqrəblər üçün transformasiya və yeniliklər zamanı ola bilər. Daxili dəyişikliklərə açıq olmaq və köhnə düşüncə tərzini dəyişdirmək üçün əlverişli bir gündür. Yeni imkanlar və perspektivlər qarşısında qalmaqda çətinlik çəkməyin. İş həyatında fokuslanma və əzm önəmlidir. Təşəbbüskarlıq və qərarlı olmaqla irəlilə bilərsiniz, lakin hər bir addımda riskləri düzgün qiymətləndirmək lazımdır. Başqalarının fikirlərinə qarşı açıq olun, amma öz yolunuzu seçməkdə çətinlik çəkməyin. Yeni iş imkanları və layihələr gündəmdə ola bilər. Şəxsi münasibətlərdə daha çox dürüstlük və açıq ünsiyyət tələb olunur. Sevdiklərinizlə daha dərindən söhbətlər aparmaq, münasibətləri yenidən qurmaq üçün uyğun gündür. Subay əqrəblər üçün isə emosional cəhətdən cəlbedici tanışlıqlar mümkündür, amma dərindən bağlar qurmağa ehtiyatlı yanaşın. Pul məsələlərində ehtiyatlı və planlı davranmaq lazımdır. Maliyyə qərarlarını tələsik verməmək və gələcək üçün uzun müddətli hədəflər qurmaq daha məqsədə uyğundur. Qısa müddətli gəlir əldə etmək üçün yeni yolları araşdırmaq da mümkündür. Sağlamlıq baxımından enerjiniz yüksək olsa da, özünüzü həddindən artıq yormamaq vacibdir. Stressdən uzaq durmaq və bədəninizə qulaq asmaq sizə faydalı olacaq. Fiziki fəaliyyət və zehni rahatlama üçün balanslı yanaşma tətbiq edin. Bugün əqrəblər üçün daxili dəyişikliklər və yeniliklər üçün güclü bir gündür. Həyatınızdakı transformasiyaları qəbul edin və hərəkətə keçin. Oxatan bürcü 13 may 2025 Oxatan bürcü üçün günlük proqnoz. Bugün oxatanlar üçün yeni başlanğıclar və böyük ideyaların formalaşması üçün əla bir gündür.
Həyatınıza daha geniş bir perspektivdən baxmaq, yeni imkanlar və mövzular üzərində düşünmək istəyəcəksiniz. Ruhən və zehni olaraq inkişaf etmək və yeni məlumatlar əldə etmək üçün güclü motivasiya hiss edəcəksiniz. İş həyatında daha sərbəst və yaradıcı olmaq istəyəcəksiniz. Yeni layihələrə başlamaq və orijinal fikirlər irəli sürmək üçün yaxşı zamandır. Ancaq diqqət yetirin ki, bəzi qərarları verməzdən əvvəl hər tərəfli düşünmək və mövcud vəziyyəti düzgün qiymətləndirmək vacibdir. Tələskənlikdən qaçınmaq faydalıdır. Şəxsi münasibətlərdə səmimiyyət və açıq ünsiyyət önəmlidir. Sevdiyiniz insanla dərin söhbətlər etmək və bir-birinizin duyğularını başa düşmək münasibətləri gücləndirə bilər. Subay oxatanlar üçün maraqlı tanışlıqlar və hisslərinizin aydınlaşması mümkündür. Pul məsələlərində diqqətli olmaq və uzun müddətli maliyyə planları qurmaq önəmlidir. Gəlir imkanları olsa da hər təklifi diqqətlə qiymətləndirmək lazımdır. Riskli maliyyə addımlarından çəkinmək və daha möhkəm əsaslar üzərində düşünmək yaxşı olar. Sağlamlıq baxımından enerjiniz yüksək olacaq. Lakin günün sonunda fiziki və zehni yüklənməmək üçün kiçik fasilələr və istirahət vaxtı ayırmaq əhəmiyyətlidir. Aktiv həyat tərzi sürmək və balanslı qidalanma ilə özünüzü daha yaxşı hiss edəcəksiniz. Bugün oxatanlar üçün yeni ideyalar, inkişaf və səmimi əlaqələr üçün çox məhsuldar bir gündür. Hədəflərinizə doğru irəliləmək və yeni imkanları kəşf etmək üçün doğru vaxtdır.